Mədəni soyqırım Güney Azərbaycanda davam edir. Əziz Azərbaycan milləti, qeyd etmək lazımdır ki, 80 il öncə Azərbaycan Milli Hökumət tərəfindən həyata keçirilən milli demokratik islahatların çərçivəsində milli təhsil sisteminin yaranması ilə bərabər ibtidai sinfidən universitetədək Türk dilində təhsil həyata keçirilmişdir. Bir daha Beynəlxalq Ana Dili Günü münasibəti ilə dünya ictimaiyyətinin diqqətini Güney Azərbaycanda yaşayan milyonlarla Azərbaycanlının ana dilində təhsil almaq və sərbəst şəkildə öz dilində danışmaq hüququnun məhdudlaşdırılmasına qarşı mübarizə aparmağa təkid edərək, UNESCO tərəfindən təsis edilmiş bu gün dil müxtəlifliyinin qorunmasını və hər kəsin ana dilində təhsil almaq hüququnu dəstəkləməsinə çağırırıq. Diqqətiniz üçün təşəkkür edirik. Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası QATEŞ fevralın 20-si 2026. Əziz Azərbaycan milləti, ən sonda qısa bir izahatı diqqətinizə çatdırmalıyıq. Gördüyünüz bu video mesajı Mədəni soyqırım Güney Azərbaycanda davam edir adlı 21 fevral Ana Dili Günü münasibəti ilə Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası QATEŞ tərəfindən yayılmış bəyaniyənin bir bölümüdür. Həmin bəyaniyənin bütövünü digital medialardan, o cümlədən WhatsApp, Facebook, Tweet, YouTube və başqalarından əldə edə bilərsiniz. Bir daha diqqətiniz üçün təşəkkür edirik.